Salam hər birinizə. Bu gün dim test toplusundan bir nömrəli isbat məsələsinə baxırıq. İsbat edin ki, x plus n vuruğu x kvadrat plus bx plus c və x kvadrat plus dx plus y çoxhədlisinin vuruğu olarsa, n bərabərdir n minus c bölünsün d minus b-yə bərabər olar. Bu çoxhədləri vuruqlarına ayırsaq, x plus n və x plus t vuruqlarına, digəri isə x plus n və x plus z vuruqlarının hasilinə bərabər olar. Hər ikisi üçün kök x1 bərabərdir mənfi n, x2 bərabərdir mənfi t-yə bərabər olar. x1 bərabərdir mənfi n, x2 bərabərdir mənfi z. Ortaq kökləri isə mənfi n-dir. Çoxhədlidə x-in yerinə mənfi n yazsaq, mənfi n plus n, vuruğun biri 0 olduğuna görə cavab da 0-a bərabər olacaq. Eyni zamanda bu çoxhədli üçün də n-in yerinə mənfi n yazsam, çoxhədlinin cavabı 0-a bərabər olar. Gətirib yerinə qoysaq, mənfi n-in kvadratı plus b vurulsun mənfi n plus c bərabərdir 0-a. Digərində isə mənfi n-in kvadratı plus d vurulsun mənfi n plus e bərabərdir 0-a. N-in kvadratı çıxılsın bn plus c bərabərdir 0-a. N-in kvadratı minus dn plus e bərabərdir 0-a. İkisi də 0-a bərabər olduğu üçün bu bərabərlikləri, bu ifadələri bir-birinə bərabər edə bilərəm. Hər iki tərəfdə n-in kvadratı var, ona görə də islah olunar. dn-i sol tərəfə gətirsəm, c-ni isə sağ tərəfə gətirsəm, bərabərliyim bn plus dn, digər tərəfdə isə e minus c şəklində yazılır. Buradan isə n-i mötərizə xaricinə çıxartsam, mənfi v plus d bərabərdir e minus c-yə. Bu ifadədən n-i tapsam, e minus c-ni bölərik d minus b-yə.